Business dress kodunda belə bir qayda var ki, yəni kostyum geyinərkən ayaqqabının, kəmərin və saat kəmərinin rəngi eyni şəkildə olmalıdır. Əlbəttə, kostyum qaradısa, qara kostyum ancaq rəsmi tədbirlər üçündür. Gündəlik və yaxud da ki, ofisə qara kostyum geyinmək məsləhət deyil. Daha çox tünd göy, tünd boz rənglərdə və yaxud bütün qəhvə rənglərdə geyinmək daha məsləhətdir. Yay aylarında isə bunu bej, açıq boz rənglərə dəyişmək olar və bu ayaqqabı, kəmər və saat kəmərinin rənginə gəldikdə isə qara, əlbəttə ki, kostyumdan bunlar hamısı qara olmalıdır. Ayaqqabı da, kəmər də və saat da. Digər rənglərlə isə qəhvə rəng ayaqqabılar, kəmərlər daha uyğun gəlir. Ona görə məsələ belə götürək ki, saatın kəməri qəhvə dəridəndir. Bu kəmər yenə qəhvəyi dəridəndir və ayaqqabıdan. Şərtlərdən biri də belədir ki, bunların eyni rəngdə olması şərt deyil. Yəni ki, onlar qəhvəyinin müxtəlif çalarları ola bilər. Boz rəngə də eyni şeylər aiddir. Qarada hamısı qara rəngi olacaqdır. Burada başqa çıxış yolu yoxdur. Amma digər rənglərdə isə onların müxtəlif çalarları, tonları ola bilər.